Çox mühüm bir aydı, bayramlar aydı. Şaban ayının 3'ü İmam Hüseyin Aleyhisselamın mövlududur. Sonra Həzrət Əbəlfəz ağanın, sonra İmam Səccad Aleyhisselamın mövlud günləri dalbadal. Bu həftənin sonu bu mövludlar qeyd olunacaq. Hamınızı təbrik edirəm qarşıdan gələn bu mövlud münasibəti ilə, mövludlar münasibəti ilə. Allah bizi bu üç əziz şəxsiyyətdən ayrı salmasın inşallah. 2 imam mövlududur, bir də İmamzadədir də Həzrət Əbəlfəz ağa. Amma bilirsiniz də məqamı ifadə olunacaq həddən daha yüksəkdir. Həzrət Əbəlfəzin onun barəsində məsumlar elə sözlər deyib ki, heç kəs haqqında bu sözlər deyilməyib. Hamı İmam Hüseynə deyir ki, canım sənə qurban olsun. İmam Hüseyn